Salam dəyərli şagirdlər. Bugün sizinlə Eylül Akademinin 10-cu siniflər üçün olan sınağının izahını paylaşıram. Deməli, həmişə olduğu kimi birinci başlayırıq dinləməklə. Dinləmənin də transkripti ilə başlayaq birinci. Deməli, transkriptdə söhbət nədən gedirdi? Ümumi bildik ki, Nagoro adlı bir, belə deyim, kənddən gedirdi. Bir vilayətdən gedirdi. Və ona görə as usual həmişə bildiyimiz kimi şərtdə nə deyir? Where is the passage mainly about? Əsas fikir burada nədən gedir? Bir, dediyim kimi Nagoro adlı bir yerdən söhbət gedir. Hansı ki, görürsünüz ki, ən çox diqqətimizi cəlb edən hissədə hər yerdə demək olar, hər cümlədə demək olar ki, bu Nagoro sözünü biz görürük, düzdür? O səbəbdən də yəni ona aid bir variant götürməliyik. Ona görə a little Japanese village götürəcəyik, yəni C variantını. Deməli, Nagoro Scarecrow olsun, Dolls olsun, hər biri haqqında məlumat var, amma ümumi mən buna ümumiləşdirəcək bir ad qoymalıyam deyə variantımız olacaq D variantı. 2-yə baxıram. 2-də which of the following sentences is true according to the passage? Doğru fikri bizdə buradan istəyir. Deyir ki, the dolls are made to frighten the birds in the orchards. Okay. Doğru fikir istəyirsə, baxaq bu dolls nə üçün yaradılıb, onun məqsədi nə idi? Məqsədi o idi ki, these dolls are called scarecrows, but their purpose is to fight against loneliness rather than words. Yəni, təkliyə, yalnızlığa qarşı, yalnızlıq, belə deyim də, tənhalığa görə bu mənada. Sözlərim kasatlaşdı. Yəni də, quşlara görə yox, belə deyim, tənhalığa qarşı bu ixtira olunmuşdu və yaxud da bu ad verilmişdi onlara. Məqsədi buydu, yəni bu scarecrowların. Bir növ belə deyim də, korkuluq gedir də, töklər demiş. O səbəbdən bunu çıxacam. Və təxminən deyir ki, 300 dənə insan var burada yaşayır. Xeyr, 300 dənə insan burada yaşamır. Əvvəl idi, səhvlənməmsə. Baxaq, were nearly, once they were nearly, bir zamanlar var idi. O səbəbdən biz nə edəcəyik? Bu variantı da çıxacağıq, yəni B-ni də çıxdıq. Sonra 2-də C-yə baxırıq. Tsukimi Ayano left the village in the search of job and died. Bu haqda bizdən məlumat verilmişdimi? Səhv eləmirəmsə verilməmişdi. Yenə də diqqətlə baxaq. O tərk eləyir, deyir. Baxaq, tərk eləyirmi? Ayano returned home Nagoro. Tərk eləmir, əksinə geri qayıdır. Qayıtdığı üçün də bu fikrimiz də yanlışdır. Sonra D variantına baxacağım. When the people left the village, the population decreased. Okay. Yəni, insanlar bu vilayəti tərk edəndə əhalinin sayı azalmışdı deyir. Gəlin baxaq, onu sizə göstərim. Bəli, bu haqda məlumat var idi. Bax, bənövşəyi hissədə baxırıq. But they died or left the village in the search of a job. The population decreased and became less than 30 people. Yəni, o qədər azaldı ki, hətta sayı 30 nəfərdən də aşağı idi. Ona görə biz nə edirik? Burada da D variantını doğru götürürük. Yəni, mənə buna gəlir, çıxır. Bu demək deyil ki, əziz şagird, ay müəllimə, burada decrease sözünü deməyib. Sənin biraz məntiqin olsun, sənin biraz IQ lazımdır. Diqqətli olmalısan ki, məntiqi düşüncən olmalıdır ki, tərcüməyə əsasən bəli, insanlar azalıb da, özü də deyir ki, işə görə bunlar, yəni bu vilayəti tərk ediblər. O səbəbdən variantımız doğrudur. Yəni, hərfi tərcümə eyni olduğu cümləni siz variantlarda axtarmaqdan qaçın. Elə olsa tam nəticə əldə edə bilməyəcəksiniz. Yaxşı. 3-cüyə baxırıq. 3-də C variantı olmalıdır. Səhv eləmirəmsə yenə də baxaq. Yazıram burada C variantını. Which question does not have answer in the passage? Gəlin bir baxaq. Why did people leave the village of the dolls? Nəyə görə insanlar tərk edirdi? İşə görə. How many dolls and humans still live in Nagoro? Onu da deyirdi. Nə qədər insan qalır? Bu haqda məlumat vermişdi. Gəlin baxaq. Baxın, indi bu dəqiqə. According to National Geographic, the village of Nagoro has a total of 3,050 dolls and 37 humans that still live. Yəni, bu dəqiqə bunlar yaşayırlar. Ona görə nə edirik uşaqlar? Biz bu variantı da çıxırıq. Çıxdıq. How many students get education at schools? Bu haqda məlumat yox idi. Ümumiyyətlə, məktəbdə neçə nəfər təhsil alır? Who created the doll of Nagoro to fight against loneliness? Bunu Tsukimi olmalıydı. Ona görə bu da var. When do the people celebrate Dolls Festival in Nagoro? Gəlin onu da sizə göstərim sübut olaraq.
dairələmişəm. Hətta düzbucaqlıdır bu. On the first Sunday of October olacaq. Yəni dəqiq bizə bunu deyir və bu bizə açıq sualda da bunun cavabı olmalıdır. Elə növbəti sualdır. Yəni belə deyim, bu sualın cavabı elə buradadır. Yəni bu məntiqdən avtomatik heç dinləməyə baxmamış Y variantını çıxa bilərsiniz. When does Nagara hold a festival for exhibiting the scarecrows? Cavabı da burada nə olacaq? Cavabı olacaq on the first Sunday of October. Yəni göstərəm sizə bu hissədə. Ona görə bu da getdi. Açıq sualda dedik. Növbəti. 5-cidə when an elderly resident of Sakima Ayana returned home to Nagara. Aha, bu əvvəldə olmalıydı, səhv eləmirəmsə. Gəlin baxaq. Okay, o birinci gələndə nə baş verir? Qırmızı altına xətt çəkdiyim hissə she faced loneliness. Cavabımız bu olacaqdır. Yaxşı. Deməli, burada bu hissədə yanlış yazan şagirdlər 100% olacaq. Boş oktobəni yazanlar, uşaqlar, Allah sizə insaf versin. Mən oktober yazan variantda olan uşaqlara bal verə bilməyəcəm. Görün burada nə qədər söz var. Yəni düppədüz yazılmalıdır. Yəni bu meyarlar əsasən də buna bal düşmür. Ona görə maksimum şəkildə uşaqlar diqqətli olun. Özünüz də nəyə görə bu tipdə yazdım, seçdim bu sualı. Səbəb odur ki, görürsünüz ki, ya 4 ya da 5-ci suallarda dimin özündə də buraxılış imtahanlarında biraz uzun olur. Buraxılışda, yəni belə boş yerdə söz qoyulmuş hissələrdə. Yəni o hissələrə görə mən özüm bilə-bilə yazdım ki, sizin üçün də bu bir təcrübə olsun. 6-cı sual həmişə işlədiyimiz suallardandır. School sözünə aid olan bizə bir sifət istəyir. Təbii ki, bu hissədə yaşlı rəngdə dairələdiyim the local sözü olacaqdır. Okay. Və biraz ara verək. O haqda da məlumat verəcəkdim sizə ki, o qədər hər şey dalbadaldır. Yəni biraz da sürətli danışa bilərəm. Yay qrupları haqqında sizə məlumat vermədim. Deməli uşaqlar, inşallah ki, bu həftədən 3-cü gün onlayn, bu həftənin 3-cü günü və 4-cü günü də əyani şəkildə yay qruplarıma start verilir. Və yay qruplarıma qoşula bilərsiniz və yay qruplarım üçün də belə deyim, nömrələr paylaşılacaq. O nömrələrlə əlaqə saxlayıb əyani Eylir Akademidə onlaynda Zoom dərslərimə qoşulub sıfırdan ingilis dili proqramımdan tanış ola bilərsiniz. Hansı ki, bu proqram 2 ay yarımlıq bir proqramdır və bütün bacarıqlar dinləmədən tutmuş mətin, esse necə yazılmalıdır, qrammatika olsun, vocabulary olsun, esseləri tək-tək, yəni elə bir şagirdim deyə bilməz ki, mən onun essesini yoxlamamışam. Hər birini bir-bir yoxlayıram. Yəni bu qruplarıma, hansı ki 8-lər, 9-lar və yaxud da onlar izahıma baxır, qoşulmayanlar çox şey itirəcək biləsiniz. Qısa şəkildə reklam verdim, uzatmağı da xoşlamıram. Keçid edirik 7-ci suala, qrammatikaya. Okey uşaqlar, 7-ci suala baxırıq. 7-də fikir veririk ki, bizim burada xəbərimiz təkdir. Xəbərimiz tək olduğu üçün düşünürük ki, deməli, paper sözünə də fikir veririk ki, sayılmayan isimdir və yaxud da burada sayılan mənasına da bəlkə işlənə bilər. Bilirik ki, paper'nin kağız və qəzet mənası var. Kağız mənasında sayılmır, qəzet mənasında sayılır. Alright, baxırıq 1-ə. 100 pieces of olsaydı belə, piece of yanlışdır. 100-dən sonra cəmsim gəlməlidir. Pieces olmalıydı. Və ofdan əvvəlim də cəm olduğu üçün, xəbərim də cəm olardı, mən 1-i çıxacam. Baxacam 2-yə, a lot of paper doğrudur. Each paper, bu da doğrudur. Sonra baxacam some pieces of, eyni dediyim məsələ cəm olduğu üçün yanlışdır. Some sayılmayandan da işlənir, doğrudur. Ona görə 2, 3 və 5 olan variantım, yəni Y variantı olacaqdır. Növbəti suala baxıram. Deməli, bizdən səhv fikir istəyirsə, baxırıq, analiz edirəm. Xəbərim təkdir. Deməli, Bosun xəbəri həmişə cəm olur, gedər. İçin xəbəri tək olub götürənləri öküz vursun. Deməli, bizə burada nə istəyir? İçdən sonra biz bilirik ki, each player olmalıdır. Sayılan tək isim gəlir. O səbəbdən bu da yanlışdır. Bizdə də şərtdə yanlış cavablar istədiyi üçün variantım olacaq 1-2A variantı. Neither of them və one of them-in xəbəri bəli, həmişə tək olur. 9-a baxıram. 9-da yesterday when Ahmed, okay, lesson. Zaman uzlaşması uşaqlar. Bu indiki zamanlar öz aləminizdə düşünürsünüz ki, uzlaşır. Axı burada yesterday sözü keçmiş zamandır. Ona görə indiki uzlaşmanı çıxdım. Sonra already sözü bitmişdən uzlaşır. Bitmiş zamandadır ümumiyyətlə. Sadə zamanda işlənməz. Bunu da çıxdım. Və bu sadə zamanlar olduğu üçün bunları çıxdın. Yəni rahat sualdır. Deyir ki, nə var? Əhməd gələndə dərs artıq başlamışdı. Yesterday keçmiş zamanla uzlaşır. Bəli. Bu o demək deyil ki, müəllimə, axı when olan cümlədə bitmiş olmaz. Xeyr, əziz şagird. Bura kimi olan hissədə bitmiş olmaz. Bundan sonraki hissənin heç bir dəxliyyatı yoxdur. İkinci cümləmdə bitmiş zaman işlənə bilər.
Ona görə variantım olacaq B variantı. Bilirəm ki, burada hansılar ki, səsimi açmayıb belə qabağa verə-verə variantlara baxacaq. Sizə əziyyət olmasın deyə bu formada cavabları yazmışam. Canıma da eləyərsiniz, yoxlayarsınız. Deməli, elə bil qalındı yenə. Mən bunu biraz da məncə nazikləşdirim. Okay, 10-cu suala baxıram. She has found the answer. Okay, bu sözünün bölməsinə aiddir, öyrədici sualdır uşaqlar. Yadda saxlayın ki, öyrədirəm sizə. Bilməyənlər də öyrənmiş olsun. Əslində bilməlisiniz. Answer feil kimi, yəni cavab vermək mənasında özündən sonra to heç vaxt istəməz. Amma cavab mənasında isim kimi özündən sonra mütləq şəkildə to tələb edəcək. O səbəbdən sənə bir işarə də göstərmişəm ki, the article var burada, yəni isimdir. İsim olduğu üçün də sən nə edəcəksən? Answerdən sonra to mütləq yazmalı olacaqsan, variantın olacaq Y variantı. 11-ə baxırıq. Bəli, bu da öyrədici sualdır. Yəni, most'u görüb Z article yazanlar öküz vursun. Nəyə görə? Çünki people sözü isimdir. İsim gəlibsə, mən bunu şagirdlərimə bəlkə də bir 100 dəfə soruşuram. Həmişə ki, unutmasınlar. Əksər mənasında nədir bu? Əvəzlik. Əvəzlikdirsə, əvəzlik olaraq özündən əvvəl D article işlənməz. Nə E, nə D article. Bunlar getdi. Və Scotland sözü şəhər adı olduğu üçün onunla da heç bir article işlənməz. Ona görə variantımız A variantı. 12-ci suala baxıram. 12 də gözəl sualdır. E artiklına fikir verməlisiniz. Yəni sayılan olmalıdır, sayılmayan yox. O səbəbdən musiclə mən news'u çıxacağam. Olacaq has program, program sayılır. Burada advice sözünə görə qalanlar ola bilər. Təbii ki, ofdan əvvələ baxırsan, piece sözü sayılandı. 2-4 olacaq, variantım olacaq C variantı. 13-də deyir ki, passive voice olan cümləni tap. Deməli, passive voice-da bilirsiniz ki, there is, there are və yaxud da they was, they were heç vaxt passive voice olmaz. Ona görə A getdi. I have been-dən sonra participle to gəlməlidir. Feilin 3-cü forması həmçinin verb 3. Gəlmədiyi üçün bu da yanlışdır. Are your students devoted? Sadiq deməkdir. İdini görüb burada çaşbin, bilə-bilə yazmışam. İdi ilə bitən sifətlərimiz var. Bu da deyil, ona görə yanlışdır. İkinci də nədir? Sual cümləsinin sonunda sifət varsa, o da heç vaxt məchul növdə işlənməz balalar. Bunu da yadda saxlayın. Eybi yoxdur, səhv eləmişsiniz, öyrənirsiniz. Yəni, ona görə heç bir əsas stres keçirməyə ehtiyac yoxdur. Biz bu imtihana gəlirik ki, öyrənmək üçün. O düzü 100 dəfə də düz yazarsan. Sən səhv eləyəndə sevin ki, səhv elədin və mən bir də bunu xüsusilə də Kəminə müəllimənin sınaqlarında eləməyəcəm. Yaxşımı? Ona görə, yəni, narahat olmayın. D variantına baxıram. We were taught very techniques in the classroom. Bizə öyrədilir müxtəlif texnikalar sinifdə. Metodikalar, bəli deyə bilərik. Bizə öyrədilir. Bu passive voice ola bilər. To be-nin forması və verb 3 var. Shouldn't-dan sonra lap olsaydı passive voice versiyası özündən sonra be, sonra bu feilimiz verb 3-də olacaqdı, deyil deyə yanlışdır. 14-də baxıram uşaqlar. 14-də. I don't like contemporary literature. Okay, mən xoşlamıram müasir ədəbiyyatı. Və sən bilirsən ki, bu nədir? İnkardır. Mən sənə öyrətmişəm ki, cümləm inkardırsa, so'ları, to'ları, o so'ları atırsan. Bax, attım. Sonra nəyə çıxa bilərəm? Burada düzəldilib. İndi imtahan versiyasında uşaqlar düzəlib bu. Mən də onu da narahat eləmədim gecən bu vaxtında menecerimizi. Ona görə köhnə versiyasını izah edirəm. Burada sonda çıxdıq uşaqlar. Bu C variantıdır. Getdi. Sonra inkar olduğu üçün uşaqlar, mən B ilə, D ilə və Y arasında qalıram, düzdür? Hə, burada B variantını götürənlər məni 100% tərifləyib. Görürsən ki, burada friends. Uşaqlar, yəni bu məntiqi sual deyil. Bax, sonra kommentlərdə məni linçləməyin. Dimdə də belə bir sual var idi, maraqlı sual idi. Bax, görürsən ki, bu cəmdir. Yəni, neither do my friends olacaq. Öyrənməyini üstünə edirəm. Bu da getdi. A-na çıxdım, B-nə çıxdım, C-nə çıxdım. D ilə Y arasında qalıram. Bu rahatdır heç. Sən bilirsən ki, so'dan və neither'dan sonra onsuz köməkçi feil mütləq gəlməlidir. Do, yəni neither'dan sonra olmalıydı. Bu da yanlışdır. Təbii ki, variantımız Y variantı olacaq. Yəni, my friends don't like either. Either, bax, izahda da demişəm. Eyler Akademinin ilk video izahıdır. Mənim ilk video izahımda. Ona bilməyənlər baxsın. 7-cə dəqiqəlik videodur. Either öz işləndiyi cümləni də inkarda istəyir. Verilmiş cümləni də inkarda istəyir. Ona görə doğrudur. Keçirəm 15-ci suala. 15-də bizə deyir ki, hər iki hissəyə uyğun olan sual sözümüz. Burada for'u gördüm. Onsuz sən for'dan bilirsən ki, çox vaxt what who olacaq. İndi who yoxdur, avtomatik mən burada what'u götürəcəm. Yəni mən buna şagirdlərimə öyrətmişəmsə, bunlar düz yazacaq.
Ümumiyyətlə, yəni təkcə mən yox, yazılan qaydadır uşaqlar. Cümlənin sonunda söz önü işlənirsə, ya who olacaq, ya what olacaq. From olsa da bir də where olacaq. Əgər bir dənə diqqət edirsən, əgər nöqtədən sonra isim yoxdursa, isim varsa artıq onda biraz qayda dəyişəcək. Və tərcümə edirsən. Bu deyir bıçaq nə məqsədlə işlədilir? Yəni nə üçün işlədilir? Nə üçün mənasında mütləq şəkildə onsuz burada for olmalıdır və tərcümə əsasən də what olacaq. Və 2-yə baxırsan, help you to make up your mind. İkinci səbəb nədir? Sənin burada göstəricin nədir? Birbaşa əsas feil gəlib. Əsas feil gəlibsə əziz şagird. Deməli, burada xüsusi sual sözlərimizdən sonra heç vaxt birbaşa əsas feil gələ bilməz. Heç vaxt, heç bir zaman. Ona görə bunları da çıxırsan, yenə çıxdaşlansan bu variantı tapa bilərsən. 15 yəni rahat suallardan biri idi. 16 mənim məşhur suallarımdan biridir. Yəni biraz çaşdırıcıdır, amma çox da çətin deyil, yəni ağlaşma qurmayın. More hardly sözündə sən bilməlisən ki, hardly-dir, closely-dir, nearly-dir. Bu sözlərlə bir neçə dənə də var. İndi deyib vaxt itirmək istəmirəm. Bunlar dərəcələnməz uşaqlar. Dərəcələnmədiyinə görə biri çıxırsan. Matchla er olacaq. Matchla ümumiyyətlə müqayisə dərəcəsi olmalıdır. 2 müqayisədir. Biz bunu doğru götürürük. Burada C yazmamışam. Yazmışdım. Hə, yazmışamış. Neysə. Baxıram 3-ə. Much more gorgeous. Okay. Matchdan sonra müqayisə gəlməlidir. Çünki çox hecalıdır. Həmçinin more işlənməlidir. Doğrudur. Yəni bu yanlış deyil uşaqlar. 2-3. Baxırsan sonra 4-ə. Much beautiful yanlışdır. Çünki much özündən sonra sadə dərəcə tələb etmir. Müqayisə tələb edir. Yanlışdır. Və yadda saxla ki, bəli. Most slowly doğrudur da the most slowly olmaz. Çünki slowly burada nədir? Zərfdir və zərf D artiklı ilə işlənməz. Ona görə yanlışdır. Variantımız olacaq A variantı. 17-ci sual. 17-ci sualda yəni rahat suallardan biri idi uşaqlar. Either or olacaq. Neither nor olacaq, either or olacaq. Bunlar yanlış. Tərcümə edirsən. Dəniz nəinki evdə, həm də məktəbdədir. Dənizdən bir dənədirsə, necə həm orada, həm burada olsun? Məna ilə uzlaşmır, məntiqsiz oldu. Dəniz nə evdədir, nə də məktəbdədir. Ona görə bu variantımız təbii ki, doğru olacaqdır. Halva suallardan biri. 18-də. 18-də inşallah bu make-up sentenslə bağlıdır. Bir gün video çəkmişəm. İnşallah onu editləyib paylaşacağım. Mütləq şəkildə baxarsınız. Deməli, sinsi gördünüz. Mən burada sins mənim diqqətimi cəlb elədi. Çünki mən bilirəm ki, sinsdən sonra bilməyənlər də öyrənsin. Sinsdən sonra olacaq uşaqlar həmişə keçmiş sadə. Sinsdən əvvəl nə olacaq? Bitmiş zamanlar. Perfect tenses. Okay, bunu yadda saxla. İndi sinsdən sonra dediyimi keçmiş zamandır. Keçmiş zaman olan, yəni birdən sonra mütləq 6 olmalıdır. Bunu yadda saxla. Birdən sonra maşallah hamısında var. Nəysə, bunu çıxdaş eləyə bilmədik. Və tərcümə də eləyə bilərsən. Since we haven't met, he, him moved to London. Sənə burada haven't met deyir ki, mənim mübtədam we olacaq. He ola bilməz, çünki mən cəm xəbərəm. Yəni, 2-dən sonra 3 gəlməlidir mütləq şəkildə. 2-dən sonra 3 gəlməyən variantlarda çıxdın. Və tərcümə eləsən, indi artıq burada tərcümə lazımdır. Baxaq, we, indi aya baxaq. We haven't olacaq. We haven't met him olacaq. Sonra 18-də we haven't met him 5-i yazdıq. Bu hı balaca yazılmalıdır. İmtahanda yəqin ki, bunu da demişdim, düzəltsinlər. Sonra since yazacağım. Since. Since'dan sonra he. Sonra yazacağım, mənim olacaq xəbərim move to. Move to'dan da sonra olacaq London. Yəni o Londona köç edəndən bəri biz onunla görüşməmişik. Bu tərcüməyə əsasən də götürəcəksən A variantını. Digərlərini niyə çıxdaş eləyirəm? Çünki since gəlibsə, since-dən sonra gəlsin yaxşı olsun. Since-dən sonra we gəldi. We-dən sonra haven't met gəldi. He 6-da moved to. He-dən sonra moved to niyə gəlsin ki? 4-dən sonra 6 heç vaxt gəlməz. O məntiqlə C-ni çıxırsan. D variantını da izah edeyim. Since we moved to London. Londondan sonra haven't met gəl. Hanı bunun yiyəsi, hanı bunun mübtədası yoxdur. Ona görə bu da yanlışdır. Variantın olacaq A variantı. 19-cu sual bu gözəl sualıydı. 19-a baxırsınız. Alright. Will be. Sənin göstəricin burada bir will be-dir. Gələcəkdir. Gələcək uzlaşın indiki ilə. Bunu yadda saxla. İkinci göstəricin if. If olan ilk cümlə bura kimi
Deyir ki, mən gələcək zaman görməyim. Əgər indiki zamandırsa, ümumiyyətlə if-dən sonra ilk birbaşa willlər gəlməz, would-lar gəlməz. Getdimi bunlar? Getdi. Всё, görürsən ki, gələcəkdir. İndiki ilə uzlaşır. İki variantda indikidir. Və sən burada artıq TED-ə baxırsan. TED özündən sonra tək xəbər tələb etdiyi üçün ona görə avtomatik götürəcəksən A variantı. Rahat sualdır, dim sualı tipdə sualdır onsuz. 20-ci suala baxıram. 20-də Jane is speaking deyir. Jane deyir danışır. Aha, Mike kimi danışır, sürətli danışır. Bəli, deyə bilərəm. Çünki speaking burada feildir, zərf olmalıdır. Bunu bir yazaq. Zərf olmalıdır, yəni adverb. You have to find adverb. As quickly as. Biri götürdün. Quicker sən Mike'a nisbətən sürətli danışır. Sənə elə gəlir bu doğrudur. Dilinə yatımlı gəlib. O qədər öyrəşmirsən sifət testi işləməyə. Bala, bu zərf deyil, bu sifətdir, bu yanlışdır. Sən bunun indi zərf versiyasını indi seçəcəksən. As quick as sifət olmaz. 3-ü yenə çıxdın. Quickly than hanı zənə görə, hanı bunun moru yoxdur. Ona görə yanlışdır. More quickly than olan variantını götürəcəksən. Olacaq 1 və 5 olan variantın olacaq C variantı. Yaxşımı? Nəyə görə? Çünki müqayisə dərəcəsində zərfdə əgər feilimin sonunda ly varsa more-la düzəlməlidir. Əgər üstünlüyü olsaydı most yazardın. 21-ci suala baxıram. Okay. When they felt tired. Sən burada fikir verməlisən ki, burada indiki zamanda götürəcək, indiki zamanda ancaq işlənən modal feil götürəcək şagirdlər olacaq. Tərcümə eləyəcək, götürəcək. Sən burada fikir verməlisən ki, öyrənəsən deyə yazmışam. Felt hansı zamandır? Keçmiş. Və sən bilməlisən ki, should-dur, need-dir, can-dir, modal feil kimi işlənməz. Düzdür? Sonra C-lə Y variantı qoymuşam sənə. Sən to be able to-nun zaman formalarını bilməlisən. Və to be able to-nun zaman formalarında bitmiş versiyası uşaqlar nə olmalıdır? Had been able to olmalıdır. Öyrənmiş oldun, bilmirsənsə də bu da getdi. Bəli, C variantı. They could take a break when they felt tired. Onlar deyir, yorğun olanda fasilə götürə bilərdilər. Yəni, dincələ bilərdilər bu mənada. Variantım olacaq C variantı. Keçirəm yenə 22-ci suala. Sonuncu grammar sualımızdır. Bunu da sizə öyrətmək üçün salmışam. Deməli, görürsünüz ki, burada anything törəmədir 22-də. Əgər törəmədirsə, uşaqlar, əksər hallarda that olur. Lap bunu bilmirsən, düzdür? Anything sözünü gördün. Bu törəmətsə, törmə xəbəri nə olur? Törmə xəbəri tək olur. Beyni çıxdı. Düzdür, düzdür. Deməli, görürsən ki, anything, yəni bu nədir? Bu yazıq cansızdır. Əgər bu cansızdırsa, sənin hu yazmağa haqqın yoxdur. Bu da getdi. Və sən heç vaxt öyrənmirsən ki, what conjunctive pronoundur. Conjunctive pronounlardan əvvəl də mütləq şəkildə feil olmalıdır. Və yaxud da, bunu da deyim bonus olaraq sizə, yay qruplarıma qoşulmağı unutmayın. Teldən sonra, müəlliməmiz yorulub deyə. Deməli, teldən sonra belə bu formada da görə bilərsiniz, obyekt əvəzliyi. Yəni, bu formada görsəz ancaq doğrudur. Yəni, bunların heç biri yoxdur. Nə feilimiz yoxdur birbaşa, nə də burada obyekt əvəzliyim yoxdur. Conjunctive deyil, bu da getdi. Variantım olacaq Y variantı. That bağlayıcısı olacaq, hansı ki təyin əvəzlikdir və anything əsasən bizim xəbərimiz olacaq tək. Yaxşı, variantım oldu burada Y variantı. Alright, keçdik. Burada çox gözəl, yəni qeydlərim oldu. Mütləq şəkildə öz qeyd dəftərinizdə qeyd götürün. Keçirəm uşaqlar 23-cü suala, mətinə baxırıq. Mətində Piaf adında birindən söhbət gedir. Hansı ki məşhur kimdir? Həm mahnı oxuyandır və qısa müddətdə tanınan biridir. Yaxşı bir, belə deyim, tarixi olmayıb. Özünüz də oxumusunuz da. Əvvəldən valideynlərlə böyüməyib, nənəsi ilə böyüyüb, belə bir şey. İndi gəlin suallara baxa-baxa mən sizə izah edim. Deməli, bu Piafdan söhbət gedirsə, onsuz hər yerdə onu görürsünüz, bütün abzaslarda. Görürsən ki, bax, məntiq. Görürsən, var. Sonra, bu Piaf hardadır burada? Burada da yenə var. O səbəbdən, yəni ilk, həmişə demişəm, cümləyə baxırsan. Edith Piaf was a French singer and one of her country's best known cultural icons. Bu getdi. Sonra, it was one of the last song she sang. Nəsə bunun manısından söhbət gedir. Yəni də bilirsən ki, söhbət bir oxucudan gedir. Ona əsasən nə edəcəksən? Yəni güclü bir qadındır. Bu haqda da söhbət gedir. Tanınmış bir xanımla söhbət gedir. Tək yan analiz eləyək. The singers performed at clubs. Bəli, klublarda bunun yəni çıxışları olub. Amma singers yox, singer idi. Bu yanlış.
The history of the song, yox, bu mahnının tarixindən ancaq söhbət getməyib. Adı var. Bütün abzaslarda onun haqqında söhbət yox idi. A famous singer's childhood, onun uşaqlığının haqqında azca məlumat verilib, ancaq bütün abzaslarda bundan məlumat yox idi. The life of French, yenə singers yazıb. Bu esə fikir ver. Yəni rahat dərsində variantımız olacaq burada C variantı. One of the legendary women in France. Yəni tanınmış qəhrəman xanımlardan biri. Nəysə, 24-də baxırıq. Burada bizə nə istəyir? Which the ideas about the singer are false. Yanlış məlumatı istəyir. Yanlış məlumata baxırıq. It took a long time to achieve success for her. Yəni deyir ki, bu uğura nail olmaq çox zaman aldı. Mən bunu sizin üçün dairə eləmişəm. Bax, qırmızı hissəyə baxın. Her songs and story remain timeless. Sonra bir dənə də var idi. Sorry, bu hissədə. In a short time. Bax, bu hissə uşaqlar. Düzdür? Qısa zamanda olub bu. O səbəbdən biz bunu yanlış olaraq götürdük. Keçirik 2-yə. She was very successful in her personal life. Bu yazıq da bədbəxt gündə olub. Nətər bu? Yəni uğurlu olsun öz şəxsi həyatında? Xeyr. Şəxsi həyatı yazığın bərbad olub. Ruhu şad olsun. Olacaq 1 və 2. Digərində nə deyir? Bəli, spirtli içkidən asılı olub. Və deyir ki, after World War II, her career increased successfully. Bəli, 2-ci Dünya müharibəsindən sonra bu nə olur? Daha da məşhur olur. Görürsünüz bu hissə. The Piaf became famous worldwide after the war. Bu da verilib deyə mətndə bunlar gedəcək. Doğru variantımız da olacaq D variantı. Keçirim 25-ə. During World War, yenə bundan söhbət gedirsə, 25-ci sualda. Bəli, bunun da altından bənövşəyə şəkildə xətt çəkmişəm. She frequently performed for German officers. Yəni, burada bu variantda olacaq hansı? Piaf was invited to take part in concert for German soldiers. Biraz başqa versiyada verib. Bu olacaq variantım. Yəni, digərləri haqqında məlumat yanlışdır. Yəni, bunlar haqqında bəli, she was known as a little sparrow, a nightclub owner discovered her. Bunların hamısı doğrudur, amma bu cümlənin ardı olaraq doğru deyildir uşaqlar. 26-ya baxırıq. Yenə bizdən nə istəyir? Doğru fikir istəyir 26-da. Edith Piaf became one of the most musicians of all time for supporting her parents. Bunun valideyni yox idi. Yazıq, yəni nənəsi ilə qalırdı, yanlış. She was regarded the most famous musician of her time in France. Okay. Regarded the most famous musician in her time in France. Baxaq. The most famous musician. Bu haqda məlumat varmı 26-cı sualda? Baxaq. Most famous haqqında məlumat verib. Öz vaxtında yox, amma o yaşayan vaxtı yox, amma. Belə düşünürəm. Öz vaxtının ən məşhur musiqiçisi idi. Öz vaxtı haqqında məlumat yoxdur. İndi tanınır, düzdür, amma o vaxtın ən tanınanından biri deyildi deyə düşünürəm. Sonradan tanınır da, belə deyim. O səbəbdən baxın, özünü tanıdır. Bax, deyir ki, she toured France with him and sang in the public. Nəsə də klubda sonra bunu dəvət edir oxumağa, sonra məşhurlaşır. Bu tipdə. Özünü məşhurlaşdırıb. Əvvəlcədən məşhur olmayıb. O məntiqə əsasən mən B variantını çıxacağım. Edith Piaf achieved fame and popularity after her death. Ölümündən sonra yox, ölümdən əvvəl də, yəni deyir də dünya müharibəsi vaxtında da məşhurluq qazanıb. Yəni bu hələ sağ idi. Because of her poor family, she couldn't manage to climb up ladder of popularity. Məşhur ola bilmədi, yox. Yəni əziyyət çəksə də məşhur ola bildi, bu da getdi. Yaya baxıram, her unique voice remains recognized after half a century after her death. Ümumiyyətlə deyir ki, indi də. Fikir verin. Deyir ki, bax, qırmızı altına xətt çəkmişəm. Her songs and story remain timeless. Yəni indi də xatırlanır. Yəni belə deyim də bu mənaya gəlib bunu belə deyim. Çıxartmaq olar. Ümumiyyətlə sonra da deyir də tanınır, eləyir, ən məşhur əsərləri haqqında. Yəni bu mahnısını eşitməmiş olmarıq. Yəni qulaq assaz bu mahnıya sizə də tanış gələcək. Yəni dünyaca məşhur bir mahnıdır. Yəni indi də tanınır. Ona görə doğrudur Y variantı. Okay. 27-ci suala baxıram. Today the new generations of music lovers. O da deyim də sizə hardadır. Qırmızılıyaq. Today the new generations of music lovers are discovering. İndi burada nələr dəyişə bilərik? Onları yazmışam, göstərim sizə. Emotion dəyişə bilərik. Feeling, affect sözü ilə express, mean, describe ola bilər. Unique, rare, matchless, talent, ability, capability,
Powerful, strong and forceful olacaq. Və əlavələr də təbii ki, ola bilər. Sadəcə yəni onları yazmağa çoxdur sinonimlər. Vaxt yoxdur deyə uşaqlar, yəni əsas məşhurlarını yazdım. Comment bölməsində də yaza bilərsiniz, amma ki, onsuz ki, bir neçə günə cavablar çıxacaq, səbirli olun. Yəni sonra şəxsimə, nömrəmə, hər yerə yazacaq ki, mənim filan şey, filan sözün sinonimi ola bilər. Yəni onu da cavablandırmaq uşaqlar vaxt istəyir. Allah sizə insaf versin. Biraz səbirli olun. Bir neçə günə cavablar onsuz çıxacaq inşallah. Maksimum, yəni 5 günə, maksimum o da. Yəni narahat olmursunuz. 28-ci sual. Təbii ki, bacardığım qədər özünüz də bilirsiniz ki, kommentlərdəki sualları cavablandırıram, amma siz də insaflı olun. 28-ci sualda təbii ki, essedə özünüz yazmalısınız. Hansı ki, demin imtahanına biraz bu esse fason esse düşmüşdü. Rahat idi. Why do people enjoy listening to music so much? Nəyə görə insanlar musiqiyə qulaq asmağı sevir? Musiqisiz həyatımız təbii ki olmaz. Bu haqda ümumiyyətlə məlumat çoxdur, fikir də çoxdur. İnanmıram ki, çətinlik çəkəsiz. Mən bu haqda yəni sizə ideya verməyim. Sadəcə vaxt itkisi olar. Amma inanıram ki, təbii ki, əsas məsələ linking wordslərdən istifadə etmişsiniz, amma çox da çətinə qaçmayın. Çox uzun da yazmayın. 4 cümlə, maksimum 5 cümlə yetərlidir. Və məntiqi əlaqə olmalıdır. Və mən oxuyanda bilməliyəm ki, sən sonlandırırsan esseni. Yaxşımı? Qısa-qısa cümlələr yazıb maksimum bal tələb edənlər də buradan öküz vursun. Biraz diqqətli və geniş yazın. Çox yox ha, biraz. Çox belə uzun istəmirəm sizdə. Amma çox da qısa yazmayın. 29-da baxıram. Artıq sonlanmağa doğru gəlirik. Paragraf 2-də bizdən nə istəyir? Bir definition'a aid olan bir söz istəyir. To leave a place, bir yeri tərk etmək. Elə tərk etmək mənasından yadda saxlayıram ki, tərk edirsən və əbədi olaraq bu insan neyinir? Ümumiyyətlə bir dəfəlik əbədi olaraq tərk edirsən. Tərk etmək sözü təbii ki, ağlımıza gəlir. Bilirik ki, abandon sözüdür. Ən çox məşhurlardan. Elə ikinci abzasda bunu elə yaşın rəngdə dairələmişəm. Yazacaq burada nə? Abandon sözü. Yazdıq. Təbii ki, to ilə yazacaqsınız uşaqlar. Yəni, to yazmasaz mən səhv bal verməyəcəm. Keçmiş də yazsaz yenə səhv bal verməyəcəm. Amma yaxşı olar ki, bu formada yazın. Yaxşımı? Sonra, çünki id ilə yazanda dim bal kəsə bilir. O səbəbdən. 30-da write the closest meaning. Closest o deməkdir ki, təbii ki, sinonim. Devote sözünün sinonimi. Yəni, həsr etmək mənasında və bu söz birinci abzasdadır. Bəli, birinci abzasdadırsa o da sonuncu cümləsidir. There is museum in Paris dedicated of her memory. Onun xatirəsinə həsr olunan bir muzeyimiz var. Dedicate sözü olacaq uşaqlar. O da feil olduğu üçün to ilə yazacaqsınız. To, dedicate də olacaq bizim nəyimiz? Cavabımız sinonimin cavabı olaraq. Belə uşaqlar, ümid edirəm ki, hər biriniz üçün öyrədici bir sınaq oldu. Əgər izahımı bəyəndinizsə, mütləq şəkildə videonu like etməyi və öyrənmək istəyən, paxıllıq eləməyin, digər yoldaşlarla paylaşmağı unutmayın. Sonda da kanalımıza abunə olmağı unutmursunuz və yenə də deyirəm, yay qrupuma qeydiyyat sonlanır artıq. Mütləq şəkildə bu fürsətdən istifadə edin deyərdim. Çünki itirən siz olacaqsınız. Nə qədər çalışsaq da ki, videolarımız YouTube'da paylaşılsın, amma öz əyani və onlayn dərsin yeri ayrıdır deyə düşünürəm. Qoşulan şagirdlərim də öz şagirdlərimdən buna təbii ki, haqq verəcəkdir. Belə, çox uzatmadan sonlandırıram. Hər birinizə bir daha uğurlar. Mütləq şəkildə səhvlərinizdən nəticə çıxardırsınız və motivasiyadan düşmürsünüz. See you, have a good day.